TV86-dan izləyicilər, dəyərli xanımlarımız, bəylərimiz, sizə yenidən Komsomolski Turuk'da yoldan ikinci evi təqdim edirəm ki, həyətə qədər asfalt, evə bir 3-4 dənə yol gəlir. Bax, gördüyünüz bu yol kağacı, zəhmət olmasa yaxınlaşır. Bax, böyük yol kağacı Komsomolski'də keçiddir. Komsomolski'yi kesin bilirsiniz də, yəni ora olmasa gəlib bu evi almarsınız. Təqdim edildiyim evin sənədi paket kupçadır. 4 sota qədər torba sahəsinin içərisində. Evdə bilirsiniz nəyə ehtiyac var? Yüngülvari təmirə ehtiyac var. Başqa evdə heç nəyə ehtiyac yoxdur. Sahibinə təcili pul lazım olduğu üçün bu ev əlim yanında satışa çıxıb. Mənim gözəl xanımlarım, əziz izləyicilərim. Gəl buranı zəhmət olursa yaxından göstər. Bax, görsünlər ki, ora Komsomolski, bax, görürsünüz də. Buranı tanıyanlar bilir. Bax, göstərdiyim, bax, bu yeri görürsünüz, bax, bu ağ yeri görürsünüz. Ora Komsomolski'nin, bax, yolun qıraqlarıdır. Bax, göstərdiyim. Dəyərli gözəl izləyicilərimiz. Evin bax, bu boydana böyük balkonu, inşallah balalarınıza buralarda toy eləyəsiniz. Nə görürəm sizə göstərəcəm. Siz harada necə yaşamaq istəyirsinizsə, onu özünüz inşallah təyin edərsiniz. Tamam, ayaq yolu. 2 mərtəbə paket kupça, torpağın sotu 50 mindir. Bax, bu yerdə torpağın sotu 50 mindir. Kimdə varsa zəng eləsin desin, gəlir satın. Belə bir böyük qonaq otağı və 3 dənə də otağı var. Kanallar, internet, sadəcə bunlardan istəyir kombini, evdə yüngülvari aboy dəyişəcək. Yuxarıda bax, taxtalarına qədər görürsünüz. Nə ola bilər, laf burası göz hamısı bahalı materialdan istifadə olunur. 3 yatak otağı və bir qonaq otağı var yuxarıda. Videolarında bu evin yolla məsafəsini də sizə göstərəcəm, gözəl izləyiciləri. Düşünsünüz, bax, belə bir piləkəni, cənnət gibi maşallah. Buranın yuyursan, su yuyursan, yuyursan, kababı qoyursan, 4 sota qədər torpaq sahəsi, icariz qapıları, bax, hər şey göstərir. Evin həyətində su çəni, kamera sistemi, işıqlandırma sistemi, hər şey çox gözəl. Evdə hər şey həqiqətən möhtəşəm. Bütün kanallar, bax, görürsünüz. Və gəlin aşağı evlərdə sizin tanışırsınız. Əsas, mənim gözəl izlədim. Əsas aşağı evdə, yuxarı evdə boş verici. Evə qədər asfaltdır. Həyətə qədər asfaltı göstərəcəm növbəti videolarda. Əsas evin bu aşağı mərtəbəsi, yuxarı mərtəbə boşdur. Yuxarı mərtəbədə yaşayan kişi. Yuxarı mərtəbə ancaq qonaqlar üçündür, qonaqlar. Rayondan gələn qonaqlar üçündür, mənim gözəllərim. Bax, ev sadəcə yığışılmayıb, vurguladığım kimi ailəyə təcili pul lazımdır. Belə bir mətbəxi var aşağıda. Bildiyim qədər də çox əşyalar evdə qalacaq. Vurguladığım kimi ailəyə təcili pul lazımdır. Bu da əqqalını çıxardım bu. Bilmirəm, təmizləyəcək. Bax, aşağı mərtəbənin belə görürsünüz, qonaq otağı var. Belə böyük qonaq otağı və yataq otaqlarının zəhmət olmasa bir dənə göstər. Bu lansipası yandı, nəsə göstərək belə. Bura yataq otaqlarından biri, hündürlüyü möhtəşəm. Ev aşağıda yəni yaşayış var, yuxarıda yoxdur. O da ki, təmin inşallah eləyərsiniz, Allah qoysa. Allah sizə belə gözəl ev nəsib eləsin. Əşyalar yəni problem deyil. Əşyalar sahibi ilə danışarıq. Gözəl balalarınızı Allah saxlasın. Və keçirik növbəti belə bir dənə də qonaq otağı var. Bax, burada növbəti qonaq otağı. Vurguladığım kimi kamera sistemi, işıqlandırma sistemi. Hündürlüyünü görürsünüz. Qoşadaşdır, şəxsi tikili evdir. Burada da bir dənə otaq var. Bəlkə bir bax. Bu da növbəti yataq otağıdır. Evimizin qiyməti 208 min manatdır. Real müştəri olsa, əgər bugün zəng vuran real müştəri olsa, inşallah indirim də olunacaq. 4 sota qədər torpaq sahəsinin içərisindədir. Çünki 3 yarıma qədərin kupçası əlimizdədir. Yəni biraz da qıraq baş, qapıya qədər asfalt. Zənglərinizi 077 320 95 25 nömrəsində gözləyirik. Gəlin inşallah bu ev qoy sizin olsun.